Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün də sınaq 5-in suallarına baxırıq. 10 sualdan ibarət riyaziyyat suallarıdır. Orta çətin tipli deyək biz buna. Nə çətin, nə asan, orta çətin tipli 10 sual hazırlamışam sizin üçün. Sınağın linkini yenə hər zamanki kimi videonun açıqlama hissəsinə yerləşdirirəm. Oradan işləyib nəticənizi görə bilərsiniz. Gəlin birinci suala baxaq. Birinci sual sürət məsələlərlə əlaqəli bir sualdır. Deyir, iki şəhər arasındakı məsafə 360 kilometrdir. Birinci maşın bu iki şəhər arasındakı yolu saatda 60 km sürətlə, ikinci maşın isə saatda 90 km/saat sürətlə qət edir. Əgər ikinci maşın birinci maşından 2 saat sonra yola çıxarsa və eyni istiqamətdə hərəkət edərsə, o birinci maşına neçə saatdan sonra çatacaq? Deməli, belə bir yolumuz var. Bu yol 360 kilometrdir. Bir dəqiqə qələm çox qalın yazır, düzəldim. Aha. Deməli, belə bir yolumuz var. Deyir ki, iki maşından söhbət gedir, amma burada bizdə əsas məqam nədir? Deyir, əgər ikinci maşın birinci maşından 2 saat sonra yola çıxarsa və eyni istiqamətdə hərəkət edərsə. Bax, eyni sözü var burada. Belə bir yolumuz var. Buna A məntəqəsi deyək, bura B məntəqəsi deyək. Sürəti 60 km/saat sürətlə olan maşın hərəkət edir. Bax, bu formada hərəkət edir və neçə saat gedir? 2 saat gedir. 2 saata gəlib, əgər sürət 60-dırsa, 2 saata 120 km məsafə qət edəcək. Yəni, buradan bura qədər olan hissə 120 kilometrdir. Arxası isə bir dənə də maşın gəlir və bunun sürəti, bax bu 60 idisə, bunun sürəti 90-dır. Belə deyim də, sonra deyir ki, eyni istiqamətdə hərəkət edərsə, o birinci maşına neçə saatdan sonra çatacaq. Eyni istiqamətli hərəkətlərdə sürətlər çıxılıb, zamana vurulurdu və gedilən yol tapılırdı. İndi məndən də sürətləri çıxsam, əgər 90-dan 60 çıxsam, vursam nəyə? T-yə, yəni burada zamanımızı elə istəyir bizdən, ona görə zamanımız məhsuldur. Amma yolumuz, yəni iki maşın arasındakı yolu mən bilirəm, 120-dir. Ta götürüb 360-ı yazmışsınız. 360 orada şablon kimi yazılıb. Deməli, nə edirəm? 90-dan 60 çıxıram, 30 qalır. Vururam T-yə 30T 120-yə bərabərdir. Əgər 30T 120-yə bərabərdirsə, T-nin də qiyməti neçədir? 4. Deməli, İkinci maşın birinci maşına 4 saatdan sonra çatmış olacaq. Cavabımız D variantı. İkinci sualımız belədir. Deyir ki, kubun tam səthinin sahəsi bir üzünün sahəsindən 80 cm² çoxdur. Kubun həcminin yarısı nə qədərdir? Deməli, kubun tam səthi hansı düsturla hesablanırdı? 6A-nın kvadratı. Bəs bir üzünün sahəsi? Bir üzünün sahəsi kvadratın sahəsi necə hesablanırdı? Kvadratın A-nın kvadratı idi da, düzdür? İl A-nın kvadratı bir üzünün sahəsidir. Və kubda 6 dənə üz olduğu üçün tam səthinin sahəsi 6A-nın kvadratı kimi hesablanır. Bunları bir-birinə bərabər etməmişdən qabaq, buradakı 80 cm² mən az olan tərəfə yazmalıyam ki, çoxa bərabər olsun və A-nın kvadratı necə 6A-nın kvadratına bərabər ola bilər? Ona görə də 80-i azın üzərinə gəlirəm ki, çoxa bərabər olsun. İndi 6A-nın kvadratından A-nın kvadratını çıxanda 5A kvadrat qalır, bərabər olur 80-ə. A-nın da kvadratı verdi bizə neçə? 16. Əgər A kvadrat 16-dırsa, mən düşünməliyəm ki, hansı ədədin kvadratı 16-ya bərabərdir? Onda A-nın cavabı 4-ə bərabər olacaq. Deməli, kubun tili 4-ə bərabərdir. Əgər kubun həcmini tapmaq istəyirəmsə, 4-ü 3 dəfə öz-özünə vurmalıyam. Düzdürmü? Bu da eləyir 4 4-dən 16, 16 da 4-ə vuranda 64. İndi mənim cavabım 64 deyil, çünki 64-ün yarısını istəyir. Cavab oldu 32. Cavab oldu Y variantı. Daha sonra üçüncü suala baxırıq. Yaş məsələsinə uyğun bir sualdır. Deyir, oğlunun 3 il əvvəlki yaşı 15. Bax, oğlu, bir də ata yazıram. Oğlumun 3 il əvvəl 15 yaşı var idi.
Düzdür? Atanın yaşı ilə isə oğlunun yaşının 3/2 hissəsindən 30 vahid çoxdur. 15-in 3/2 hissəsi 10-dur. 10-dan da 30 vahid çox 40-a bərabərdir. Deməli, oğlun 15, atanın 40 yaşı var. Oğlunun 6 il əvvəlki yaşı. Əgər oğlunun indi 15 yaşı varsa, 6 il əvvəl 9 yaşı var idi. Oğlunun deyir 6 il əvvəlki yaşı, atanın 5 il sonraki yaşının, 40-ın üzərinə 5 gəldim, 45. Bunları deyir cəm elə. Eləyir 4, 54 və 2 misrini tap. Tapaq görək 2 misri nə qədərdir? 2, 4-ün 8, 2, 5-in 10. 108-ə bərabərdir. Deməli, nə elədik burada? Deməli, oğlunun 6 il əvvəlki yaşını tapdıq, 9-a bərabər oldu. Atanın 5 il sonraki yaşını tapdıq, 45-ə bərabər oldu. Sonra deyir, onları cəmlə və 2 misrini tap. Bu da eləyir 108. 4-cü sual. Rəqəmləri müxtəlif 7A, 4B, 3. Bunlar, belə deyim, 5 rəqəmli hər hansı bir ədəddir. A-la B müxtəlif ədədləri ifadə edir bu arada. Deməli, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ədəd azalırsa, təklik onluq yüzlük. Deməli, bu 4-ün yanındakı B ədədi elə bir ədədlər ala bilər ki, rəqəmlər ala bilər ki, 4-ü olduğu kimi saxlasın və ədəd azalmış olsun. Yəni, zəif rəqəmlər olsun. B-nin də qiyməti olar 0, 1, 2, 3 və 4. 5 olsa artıq ədəd çoxalacaq, onun üçün mənə ədəd azalmağı lazımdır. Və A-nın orada heç bir əhəmiyyəti yoxdur. A-nın qiymətinin, A-nın qiyməti yəni ədədimizi dəyişdirmədiyi üçün yüzlüklərə qədər yuvarlaqlaşır. Baxın, əgər 10 minliklərə qədər yuvarlaqlaşır desəydə A-nın əhəmiyyəti böyük olardı. Amma burada A-nın heç bir əhəmiyyəti yoxdur və məndən A üstə gəlsin B-nin ən böyük qiymətinin 7 mislinin rəqəmləri cəmini istəyir. B-nin ən böyük qiyməti 4-dür. 4-ü yazıram bura, üstə gəlsin. Bəs A-nın ən böyük qiyməti? A-nın da ən böyük qiymətini tapmaq üçün ən böyük rəqəmi yazmalıyam ora. Bunların cəmi 13 eləyir. 13-ün 7 misli 91-ə bərabərdir və 91-in rəqəmləri cəmi 10-a bərabər olmuş olur. Cavab C variantı. 5-ci sual. Sürəti 30 km/saat olan katerin, bax, katerin sürəti neçədir? Belə deyək də. Katerin sürəti 30-dur. Çayın sürəti bilmirəm. Deyir, katerin 30 km/saat olan katerin çayda axın ilə 5 saata getdiyi yol. Axın ilə və axına qarşı sürətimiz var bizim. Axın ilə tapmaq üçün 30-un üzərinə çayın sürəti, yəni x-i gəlməli idi. Axına qarşını tapmaq üçün 30-dan x-i çıxmalıydıq. Sonra nə deyir? Axın ilə 5 saata getdiyi yol, deməli, bunu 5 saata gedib, bunu 7 saata gedib. Deyir ki, həmin bu yol, yəni bu yoldan 36 kilometr çoxdur. Yazırıq bura 5, 30 üstə gəlinsin x. Bu tərəfdə isə 7, 30 çıxılsın x. Bunları bir-birinə bərabər eləməkdən ötəri az olan tərəfin üzərinə də 36 gələcək ki, çoxa bərabər olsun. Ay, neynədim mən? Aha, çoxa bərabər olsun. İndi 5-i 30-a vuranda 150. Üstə gəlinsin 5x. Bərabərdir 210, çıxılsın 7x, üstə gəlinsin 36. 5x mənfidə müsbət oldu, 7x bərabərdir 210-dan 150 çıxıram, üzərinə 36 gəlirim. 12x bərabərdir 210-dan 150 çıxanda 60, 60-ın da üzərinə 36 gələndə 96-ya bərabər olur, x də olur 8. Deməli, çayın sürəti 8 km/saatdır. Bax, çay əgər 8-dirsə, kater 30-dursa, deyir, katerin sürəti çayın sürəti katerin sürətinə nə qədər azdır? 30-dan 8 çıxanda 22-yə bərabər. Cavab B variantı. Deməli, sualımız belədir, 6-cı sualımız. Ədədin yüzlüklər mərtəbəsindəki rəqəmini 5 vaid artırıb, minliklər mərtəbəsindəki rəqəmini 5 vaid azaltdıqda əvvəlki ədədin 5-də birinə bərabər ədəd alınır. Bu ədədin rəqəmləri cəmini tapın. Deməli, o ədədimiz elə bir ədəddir ki,
5-də sonradan elə bir ədəd götürməliyik ki, 5-ə bölünüb 1-ə vurula bilsin. Ona görə də ədədin məhsulu x-dir və elə bir ədəd götürüm ki, 5-ə bölünüb 1-ə vurula bilsin. Ona görə 5x götürürəm. 5x bizim belə deyim də məhsul ədədimizdir. Deyir ki, ədədin yüzlüklər mərtəbəsinin rəqəmini 5% artırdım. 5 artıranda müsbət 500 olur. Yüzlük olanda, yəni 5 dənə 100 artırıram da. Sonra minliklər mərtəbəsinin rəqəmini 5% azaltdım. 5000, yəni 5000 dəfə azaltmış oldum. Bərabər oldu həmin bu 5-də 5x-in 5-dən birinə. Neçə olur? X-in özü olur. İndi 5x-dən x çıxıram, 4x qalır, bərabərdir. 5000 çıxılsın 500. 4x bərabərdir. 5000-dən 500 çıxanda 4500 qalacaq. X də verir bizə. 4-ün içində 4 bir dəfə, 5-in içində 4 bir dəfə, 10-un içində 4 2 dəfə, 20-in içində 4 5 dəfə. Bax, bu əməlləri edəndən sonra bu ədəd alındı, yəni x alındı. Əvvəlki ədədin bəs neçə idi? Deyir, bu ədədin rəqəmləri cəmini tap. Bunun tapmırıq, ha? Bunun tapmalıyıq. Yəni, 5 dənə 1125-in rəqəmləri cəmini tapacaq. 1125-i vuracaq 5-ə. 5 5-in 25 2 yadda. 5 2-in 10 2 də yadda 12 1 yadda. 5 1-in 5 1 də yadda 6 5 1-in 5. Oldu 5625. Həmin bu ədəd 5625-dir və bunların rəqəmləri cəmini tapsaq 5, 6, 11, 13, 13-ün də üzərinə 5 gəldim, 18-ə bərabər. Cavab B variantı. 7-ci sualda 5,8 kiçikdir 2x üstə gəlsin 2,4 kiçikdir 10,5-ə. İndi burada tamları görürük və bunları natural ədədə çevirmək üçün, yəni vergülsüz yazmaq üçün hər tərəfi 10-a vururam birinci növbədə. 5,8-i 10-a vuranda 58 kiçikdir 2-ni 10-a vururam 20x üstə gəlinsin. 2,4-ü 10-a vuranda 24 virgül 1 virgül ilə bir ki sağa sürüşür də. Kiçikdir 10,5 10-a vuranda 105-ə. İndi buradan normal bərabərsizliyi tapmış oluruq. Biz normal bərabərsizliyi nə eləyirsə, indi də həmin əməli edəcəyik. Yəni burada üstə gəlsin 24 varsa, hər tərəfdən 24 çıxmaq şərtdir. Deməli 24 çıxıram. 58-dən 24 çıxıram. 8-dən 4 çıxdım 4, 5-dən 2 çıxdım 3. Kiçikdir 20x. Kiçikdir 105-dən də 24 çıxıram. 5-dən 4 1. Burada da ondan 2 çıxdım 8. Deməli burada 20x var. Yəni bunun ortasında vurma işarəsi var. Ona görə də hər tərəfi 20-yə neynəməliyəm? Bölməliyəm. 34-ü 20-yə böləndə 1 və qalıq qalır. Kiçikdir 20 yox. X-dan artıq 20-ni 20-yə bölürəm də 1 qalır. Bir dənə x qalır. Kiçikdir 81-in içində 24 qalıq qədərdir. İndi həmin buradakı x-in və mənə natural ədəddir. Çünki burada var natural sözü. 1 qalıq və 4 qalıq aralığında yerləşəndir. Yəni 1 qalıqdan böyük olsun, yəni 2, 3, 4 qalıqdan kiçik olsun. Bu 4-ün özü də daxil olmaqlandır. Və ən böyük və ən kiçik natural ədədin qiymətinin cəminin ikimisidir. Bax, ən kiçik, ən böyük. Bunları cəmlədim 6 elədim. Bunu da 2-yə vurdum, 12-yə bərabər. Cavab oldu 12 D variantı. 8. 12 stolu 8 işçi 10 saata təmir edirsə. Baxın, 12 stolu belə yazaq da. Stol nədir? İşdir də, düzdür. Mən stol düzəltmək üçün, stol mənim işimdir, düzəltmək. Bu olur iş. 8 işçi, yəni işçi adından da görüldüyü kimi və saat da nədir? Zamandır. Belə deyim, işçi məsələlərində iş sözü harda gəlirsə, iş sözünü harda görürsünüzsə, o çarpaz şəkildə vurulacaq. İş olmayan isə qarşı-qarşıya, yəni paralel şəkildə vurulacaq. İndi altına yazaq. 12 stol, 8 nəfər işçi, 10 saat. Deyir, 33 stolu, 25 nəfər. Neçə saata düzəldir? X saata. Dediyim kimi, iş olan hissələrdə çarpazlıq var, iş olmayan hissələr qarşı-qarşıya vurulacaq. 12 vur 25 vur neçə? X bərabərdir 30.
vur 8 vur 10. İndi gəlin ixtisar aparaq. 25 ilə 30 ixtisar gedir 5-ə. Burada 5 qalır, burada 6 qalır. 12 ilə 6 ixtisar gedəcək. Burada 2 qalacaq, burada heç nə qalmayacaq. 2 5-in 10, 10 da bunlar gedir. Yerdə nə qalır? 8. X bərabərdir 8. Deməli 30 stolu 25 işçi 8 saata təmir edəcək. 9. Elçin bir işin 3'də 2 hissəsini 6 saata yerinə yetirir. Bax, hamısını yox ha, 3'dən 2'sini 6 saata yerinə yetirirsə, bəs hamısını belə də yazmaq olar. Məsələn, iş 3 hissədən ibarətdir. Bunun ikisini 6 saata yerinə yetirir. Hər hissəyə nə qədər düşür? 3, 3, 3. Gördüyünüz kimi 3 saat. 3 saata. Yəni ki, hər hissəni 3 saata yerinə yetirmiş olur və bütöv işi 9 saata bitirir. Və yaxud da 3'də 2 hissəsi 6 olan ədədi tapırıq. 6-nı 2-yə bölüb 3-ə vururuq. Bu da eləyir 9. Yəni iş ümumilikdə 9 saatlıq işdir. Və 3 saata deyir işin hansı hissəsi görülməmiş qalar. 3 saat işləsə əgər 3-ün özünə ixtisar girəndə 3'də 1, 3'də 1'i görülmüş olacaq. Görülmüş. Amma mənə görülməmiş lazımdır. 3'də 1'i görülmüşdürsə 3'də 2'si görülməmiş olacaq. Cavabımız B variantı. 10-cu sual. Vedrənin yarısı su ilə doludur. Yəni 2'də 1 hissəsi. Belə deyim, 2'də 1 hissəsi su ilə doludur. Bu vedrəyə tili 5 sm olan kub şəkilli qabla 3 dəfə su tökdülər. Əgər tili 5-dirsə və kub şəkillidirsə, bunun həcmini birinci tapaq. 5 vur 5 vur 5. A-nın kubu idi də. Bərabərdir 125 santimetrin kubu. Düzdür? Deməli, vedrənin kubu həcmi 125'dir və bundan 3 dəfə su tökdülər. Yəni 125'dən 3 dəfə 125'dən 3 dəfə istifadə ediblər. 5 üçün 15 1 yadda, 2 üçün 6 1 də yadda 7, 3 1'in 3 elə 3 yazırıq. Hə, 375 nə qədər? 375 litr deyək də biz buna su töküblər. Sonra deyir, tökdükdən sonra qabın 0,8 hissəsi doldu. Bax 0,8 0,8 deməkdir də. Bunu da əgər belə deyək, ixtisar aparsaq, yəni məxrəc eləyək ki 2 olsun. 5'in yox, 5'in özünə ixtisar getməyəcək. Gəlin elə 2'də 1'i məxrəci 10 eləyək. Onda yuxarısını, aşağını 5'ə vurdumsa, yuxarını da 5'ə vuracam. Deməli, əvvəlcə 10'da 5'i dolu idi. Sonra 375 töküblər, 10'da 8'i dolu olub. Neçə hissə 375 edib? 3 hissədə düzdür. 8 burada, 5 burada. 3 hissə. O zaman biz bir hissəni tapırıq əvvəlcə. Yəni 375'e neçəyə bölürük? 3'ə bölürük. Bu edir 125 və 125'i 10'a vururuq. Çünki 10 hissədən ibarətdir. Bir hissəsi əgər 125'dirsə 10 hissəsi 1250'dir. İndi 1250 nəyin həcmidir? Qabın həcmi, vedrənin həcmi. Amma bizə lazımdır vedrənin həcmi ilə qabın həcmi. Hə, vedrənin həcmi deyir, qabın həcmindən nə qədər çoxdur? Vedrə 1250'dir. Qabın həcmi də 125'dir. Ondan 5'ini 5'i, 4'dən 2'sini 2'si, 1'i 1'i. Deməli 1125 santimetr kub nədir? Vedrənin həcmi qabın həcmindən çox olmuş olur. Belə əziz müəllimlər, növbəti izahlarda görüşənə qədər sağ olun.